Salam əziz şagirdlər, bu günlər 7-ci sinif dərsliyinin iş dəftərinə baxacağıq. 7-ci bölmənin birinci başlığı sabit maqnitdir. Gəlin suallara birlikdə baxaq və həll edək. Birinci sualda deyir ki, boşluqlara uyğun sözləri yazaraq mətni tamamla. Açar sözləri uyğun boşluqlara yerləşdirək. Maqnitin cəzb etdiyi cisimlər maqnetik maddədən hazırlanmış cisimlərdir. Burada maqnetik və maddə sözü ayrı-ayrı yazılıb. Əslində bu maqnetik maddə deyilmək istəyib. Yəni onlar ikisi bir cümlədir, yəni ayrı-ayrı sözlər deyil. Bura uyğun olduğu maqnetik maddədən hazırlanmış cisimlərdir cümləsi. Tərkibində dəmir, bu boşluqda olacaq nikel və ya kobalt olan maddələr maqnetikdir. Dəmirdir, nikeldir və ya kobaltdır. Bunu yadda saxlamaq lazımdır. Şüşə və plasmas, həmçinin kağızın tərkibindəki selluloza maqnit tərəfindən cəzb olunmur. Bura aiddir selluloza, açar sözü. Maqnit tərəfindən cəzb olunmayan maddələrə qızıl, gümüş və mis kimi metalları da misal göstərmək olar. Bunu yazdıq. Keçək ikinci suala. Şəkildəki kürə aşağıdakı maddələrin hansından hazırlanmış ola bilər? Şəkildə deməli maqnit təsvir olunub. N və S kütlərini qeyd edək və bir kürə maqnitə doğru cəzb olunur. Bizə deyir ki, bu kürə hansı maddədən hazırlanmış ola bilər? A bəndində deyir mis və gümüş. Və yuxarıda dediyimiz kimi misdir, gümüşdür, qızıldır. Bunlar maqnit tərəfindən cəzb olunmayan metallardır. Sonra B bəndi polad və nikel. Bəli, polad və nikel, hətta kobalt dedik bayaq, bunlar maqnetik maddələr olduğuna görə maqnit tərəfindən cəzb olunurlar. C bəndində mis və polad, polad burada cəzb olunur, mis cəzb olunmur. D bəndində nikel və ya qızıl, qızıl burada maqnit tərəfindən cəzb olunur deyə seçmirik. Cavabımız B variantı. Üçüncü sual. Sxemdəki xətt üzərində coğrafi şimal və cənub qütblərini işarələ, kompas əqrəbi çək və şimaldan cənuba üzən gəminin hərəkət istiqamətini göstər. Burada yer kürəsinin şəkli təsvir olunub. Yer kürəmizi çəkirik. Deməli, bunun yuxarı hissəsi şimal N-lə işarələyəcək, aşağı hissəsi cənub S-lə işarələməyimizi istəyirdik, qeyd elədik. Bir də maqnitin əqrəbinin istiqamətini göstərdir. Deməli, maqnit əqrəbi iki qütblüdür. N və S bu şəkildə olur. Nə üçün? Çünki yer kürəsi özünü maqnit kimi aparır. Kompasın da əqrəbi maqnitdir, çox vaxt maqnitdən hazırlanır. O da yəni yerin şimal və cənub qütbünü göstərdiyinə görə eyni istiqamətlərdə şimal bu hissədə deyək, burada da yuxarı şimal yazacaq. Cənub istiqamət də burada deyək, əqrəbin aşağı hissəsilə cənubu yerləşdirəcəyik. Bəs şimaldan cənuba üzən gəminin istiqamətini soruşur. Şimal dediyimiz kimi yuxarı idi. Cənub da aşağı qeyd elədik. Onun gəminin istiqaməti hara olacaq? Təbii ki, aşağı. Dördüncü suala baxaq. İnternetdə lazım olan məlumatları tap aşağıdakı suallara cavab ver. A bəndə deyir ki, maqnit 50 qəpiyi niyə cəzb edir? Bunu araşdırsaz, yəni qəpiyin tərkibini öyrənsəz, biraz araşdırsaz Wikipediyadan, görərsiniz ki, dəmir, daha sonra qəpiklər maqnetik maddələrdən hazırlanır. Ki, bayaqları adlarını saydıq. Dəmirdir, nikeldir, kobaltdır, bunlar maqnit tərəfindən cəzb olunur. Yəni, səbəbi budur. Çünki qəpik maqnetik maddələrdən hazırlanmış metaldan hazırlanır. B bəndi, 50 qəpiyi maqnitlə yerdən qaldırmaq üçün qəpiyə təsir edən maqnit qüvvəsi ən azı neçə newton olmalıdır? Dəyiş. Neçə newton olmalıdır? Burada deyək ki, 50 qəpiyin bizə kütləsi lazımdır. Araşdırsaq, görərik ki, 50 qəpiyin kütləsi 6,5 qrama bərabərdir. Biz bunu kiloqrama çevirdikdə minə bölürük deyə. Onda olur 0,10 mində 65 kiloqram. Yerin də sərbəst düşmə tərzini də 10 verdiyinə görə qeyd edək. 2 bölü saniyə kvadratı.
Biz burada nəyi ölçməliyik? Çəkini ölçməliyik və maqnit tərəfindən cəzb olunan qüvvə də çəkidən böyük olmalıdır. Ona görə də çəkimizi hesablayaq. P bərabərdir mc 0,10 mində 65 vur 10-dan tapırıq ki 0,1000-də 65 Newtondur. Deməli, əgər biz maqnitin köməyi ilə qəpik qaldırmaq istəyiriksə, bu qüvvə 0,65 Newton qüvvədən böyük olmalıdır. 5-ci suala keçək. Döşəməyə dağılmış nikel və polat qırıntılarından ibarət qarşılığı maqnitin köməyi ilə ayırmaq olarmı? Cavabınızı əsaslandırın deyir. Burada deyilir ki, yəni nikel və kobalt. Bayaqlarda qeyd elədik, nikel və kobalt da maqnetik maddələrdən hazırlandığına görə hər ikisi maqnit tərəfindən cəzb olunurlar. Ona görə də biz bunları ayıra bilməyəcəyik. 6-cı sual. Maqnetin köməyi ilə ayrılan heterogen qarşılıqdakı iki maddə bir-birindən nə ilə fərqlənir? Bu onunla fərqlənəcək. Yəni heterogen maddə deyəndə, məsələn, nümunə göstərsək, biri metal olsa, biri qeyri-metal olsun, məsələn, kvars qum olsun, biri dəmir olsun. Dəmir maqnit tərəfindən cəzb olunan qüvvədir, amma kvars qum maqnit tərəfindən cəzb olunmayan qüvvədir. Yəni fərq də bundan ibarətdir. Biri maqnit tərəfindən cəzb olunur, digəri cəzb olunmur. 7-ci sual. Üzəri parça ilə örtülmüş cismin sabit maqnit olub-olmadığını aşağıdakı hansı maddədən hazırlanmış cismin köməyi ilə müəyyən etmək olar? Cavabını əsaslandır. Təbii ki, burada maqnit tərəfindən cəzb olunan bir metal olmalıdır. Bu da D-bəndi nikel uyğundur. Şüşədir, misdir, qızıldır, gümüşdür. Bunlar maqnit tərəfindən cəzb olunur. Səbəbi də odur ki, maqnit tərəfindən cəzb olunur və maqnetik maddədən hazırlanır. 8-ci suala baxaq. Deyir ki, 8-ci sualda sabit maqnit nəyə deyilir? Maqnit xassəsini uzun müddət özündə saxlayan maqnitlərə sabit maqnitlər deyilir. Nə oldu? Maqnit xassəsini uzun müddət özündə saxlayan maqnitlərə sabit maqnitlər deyilir. 9-cu sual. İnternetdən lazım olan məlumatları tap və aşağıdakı suallara cavab ver. A bəndi, gündəlik istifadə etdiyiniz hansı cihaz və avadanlıqlarda sabit maqnitlərdən istifadə olunur? Soyuducunun məsələn qapağında istifadə olunur, çünki siz onu açıb bağladıqda görürsünüz ki, cəzb olunur. Kompaslar dediyimiz kimi bayaq, yəni qütbləri göstərməsi üçün maqnitdən hazırlanmış olur. Və yaxud da qulaqçıqlarda da səs dalğalarının yaranması üçün maqnitlərdən istifadə olunur və s. Televizorda da, radioda da istifadə olunur. Bəndi, sabit maqnitlərin müxtəlif forma və ölçülərdə istehsal olunmasının deməli, hansı üstünlükləri var? Yəni, müxtəlif ölçüdə və formada olması bizim üçün avantajdır ki, hər şəraitdə, hər vəziyyətdə biz onlardan faydalı şəkildə istifadə edə bilək. Çünki biz hər yerdə istifadə edədikdə bir ölçüdə bizə lazım olmur, müxtəlif ölçüdə lazım olur. Bu da bizim üçün müxtəlif alternativ vəziyyətlərin yaranmasına kömək olur. 10-cu sual. Qara hərflərlə verilmiş sözlərdən uyğun olanların altından xətt çək deyir. Birincidə deyir ki, maqnetik cisim maqnit tərəfindən cəzb olunur. Burada cəzb olunur cümləsini altından xətt çəkirik. Sonra, nikel maqnetikdir. Bayaqlar qeyd etdik. Burada nikel altından xətt çəkəcəyik. Qızıl, polad maqnit tərəfindən cəzb olunmayan metaldır. Burada olacaq qızıl təbii ki. Qızıl maqnit tərəfindən cəzb olunmayan metaldır. Maqnit xassəsini uzun müddət özündə saxlayan maqnitlər isə sabit maqnitlər adlanır. Bugünlük video izahımız bu qədər. Digər izahlarda görüşərik.